Xırdalandı. Bax, bu evdir. Evin arxası da var. Prospekt yolunun qırağı. Bunlar evdir. Bu bunun hərdir, üzüm bağıdır. Burada oturmağa, durmağa, gün düşən yer, dədə, baba evi. Belə şey yoxdur. İndi daxil olur evinizə. Bura büro fakirləşidir. Bura kunadır. Ev ramonsuzdur. Eğer remont olsaydı bunun 110-120 min kıymeti vardı. Bu kupcalıdır. Özü de ki bunun kıymetini aşağı verir. Biraz pul lazımdır. İhtiyaç var. O təmizini daha izah eləmirəm. Gəl daxil olaq bura. Bura salon sildi. Bura bunun hamamıdır. Adden ha hamısı. Bura salon sildi. Hamısı adden idi. Burada el yumaq yeridir. Bura ikinci otaqdır. Bura üçüncü otaqdır. Görürsün pencərelər açıq, yolun qırağı, mağazı da bilərsən həyəti, hər bir şey. Bu da dördüncü otaqdır. 4 otaqlı ev. Gene deyirəm, təmiri ev biraz aşağıdır. Ona görə evi, gene belə ev 110-120 min. Artıq bu evi mən sizə bir dənə qiymət deyəcəm. Onun aşağı yuxarısı məndən danışa bilərsiniz. Bunun qiymətini çıxardıram 76 min. Gələn olsa gene söhbət eləyərəm. Gələn desə nəzərə alaram. Allah alana xeyir versin. İmam Hüseyin xatirinizdir. Yolunuzu gözləyib gəlin alın. Allah qoysa hər xalqıma belə ev qismət eləsin. Ev çox gözəl evdir, qəşəng evdir. Allah alana xeyir versin. Yolunuzu gözləyib bura gedər.